ailədə maddi məsuliyyət boşluğu yaranıbsa və qadın istər qorxudan, istər yaxşılıqdan o boşluğu dərhal doldurursa, yəni kişinin bir növ məsuliyyətini öz üstünə götürür və yaxud da ki, kişinin borcu var, xərci var, qadın bütün günü çox narahatdır, gedir, gəlir, soruşur ki, necə ödəyək, nə edək və s. və s. Baxın, burada əslində biz enerjisel baxımdan baxanda kişinin o məsuliyyəti götürməsi üçün yer buraxmırıq. Çünki hamısını özümüz götürürük öz üstümüzə. Yəni kişi enerjisi problem həll etmək üzərində qurulub və biz onun problemini həll edəndə və yaxud da ki, o məsuliyyəti onun üstündən götürəndə o bir növ özünü artıq kişi kimi hiss etmə mexanizmasını sanki biz öldürürük, onun əlindən alırıq və nəticədə o əslində yenə borc döngüsünə davam edir, pul itirir, heç cürə bir şəkildə maddi baxımdan ayağa qalxa bilmir. Çünki biz əslində onun o məsuliyyətini əlindən alaraq həyatda qalma instinktinin də oyanmasına şərait yaratmırıq. Yəni əslində sizin sayənizdə bir növ onun məsuliyyəti olmur. Biz onu əslində passivləşdiririk ona yaxşılıq etməyə çalışarkən.